Top Amatör Cup'da bugün olan günün ilk karşılaşması Liders komandası ilə Kobra komandası arasında baş tutur. İlk öncəlikləri sizlərlə tanış edək. Liders komandasında qapıda Akşin, ondan öncə də Elmədin, Xanbala, Elvin, İsmət, Rövşən, Oktay. Kobra komandasında qapıda Cəlal, ondan öncə də Coşqun, Akşin, Ramal, Adil, Bəhram, Hüseyin. Hər iki komandaya görüşdə uğurlar. Yan xəttdən Kobra komandası dərhal başladı. Verirlər topu. Rövşənin zərbəsi tutarlı alınmır. Adil mərkəzdə hərəkətlidir. Sol cənahə götürmə. Yenidən Adil. Cənahı dəyişirlər. Ramal qapıya zərbə itizam. Düzgün mövqeyi seçir qapısında. Rövşən sürətli dirək hadisəyə daxil olub. İsmət top qapıdan yan keçir. İsmətin zərbəsindən sonra Adil topladı. Götürməsini verdi. Qapıya zərbə. İltizamın düz üzərinə tuş gəlir top. Əks-hücum yarana bilər. İsmət keçir rəqibini. Qapısı imkan vermir və gol! Hesab 1-0 olur görüşdə. Artıq hesab açıldı. Xanbalanın qolundan sonra son ucağa doğru ötürmə. Coşqun Adili düşündü. Qapı qarşısına ötürmə. İltizam uzaqlaşdırır topu. Rəqibdədir yenə də top. Coşqun mərkəzə doğru ötürmə. Adil İltizamda qalır. Rövşən mərkəzə doğru ötürmə. Xanbala Qaydın arxaya. hücum şansı yarandı Kobra üçün. Qapı qarşısına ötürmə keçmir. Elvindən Coşqun topladı. Uzaqdan qapını nişan almaq olar hələ ki. Hesab 1-0'dır. Və gol! Türkiyə ilə hesabı bərabərləşdirən qola imza atır. Hesab 1-1'dir. Hesab tarazlaşır artıq. Bərabərlik hökm sürür hələ ki qarşılaşmada. Niye? Spam geldi yoksa ne geldi? Buradan nasıl spam geldi? Spamda alçandı. Ne mesaj geldi? Spam. Coşqun sağ cana doğru ötürmə. Ramal qarşıladı. Qapıya zərbə. Qapı dirək xilas edib bu dəfə Rüfət. Adili düşündür Rüfət. Qapısı ilə üzbə-üzlü. Qapıya zərbə və gol. Hesab arasındakı tarazlıq pozuldu. Hər iki qolun müəllifi Türkiyeldir. Aktivinə ikinci topunda yazdırdı Türkiyel. Dublə imza atır görüşdə. Komandasının hər iki qolun müəllifidir. Elvin qapıya zərbə. Qapıcı Ulan seyir topu yan xəttdən başlayacaq. Lidersin oyuncuları Oktay bitirməsini verdi. Qapı qarşısına heç kim yox idi. O sonra topa toxunacaq olan Adil topladı. Bitirməsini verdi. Coşqunun gerisində qalır. Top Xanbala. Coşqun ötürməsini verdi Ramal. Yenidən Coşqunu düşündü. Və gol! Hesab 3-1 olur Coşqunu qolundan sonra. Komandasının 3-cü topunu rəqib torlarına göndərdi və hesab arasındakı fərq bir qədər artır. Bu tutuşdan artıq bəllidir. Minimum 10 gol var Kobranın heyətində.
xəttə yollanır indi yan xəttdən. Deyirsin, oyunculara başlayacaq. Qapı qarşı götürmək keçmədi. Qapı xəttinə top meydanı tərk edir. Küncdən zərbə. Hamısını tanıyırlar. Ben gelmişler. Tirilər topu. İltiza. Sınağa dəyişir. Rövşən saxlaya bilmir topu ayağında. Hüseyin var meydana yeni daxil olub. Daxil olan kimi türməsi ünvanasız alındı. İltizam sona qədər mübarizə göstərir. Top yan xəttə yollandı. Canlı yayında izləyicilərimiz çox gözəl performans göstərirlər. Hüseyin sıyrılmağa çalışır rəqibindən. Top Oqtaydan meydanı tərk edir. Küncdən zərbə. Adil götürməsini verdi. Qapıya zərbə. Qapı dirəyi xilas edir. Lidersin oyuncularını indi. İsmət. Topladı. Pas. İsmet. Aysi. Sen bizim haberimiz yok. İltizam vaxtında Sen olsun. mövqeyini tərk edir. Bana tapa. Küfə. Adil. Tək tərəfli bir oyun nümayişi olunur. Hüseyin götürməsi verdi. Qapıya zərbə və gol. Hat-trick edir Türkiyə. Hesab 4-1 olur. Vites komandası 1, Kobra komandası 4. Allah insaf versin. Elbinaz'dan şovda oyna. Bəhram. O da meydana yeni daxil olub. İki toxunuşları topla. Hüseyin. Küfət. İndi Hüseyini düşündü. Kirilər topu yan xətdən başlayacaq Lidesin oyuncuları. Biraz doğru ötürməkdə Aydan. Sen kimliğin kardeşim ben ne yapma sıfırmıyla. Ben kaymak gördüm abi. Biraz doğru ötürmə mərkəzə. Adil ne değil? Adil. Ötürmə Hüseyinlə keçmir. İndi Türkel. Qapıya zərbə və gol! Bəhram. Timeout bitir, oyun qaldığı yerdən davam edir. Hal-hazırda hesab 5-1'dir. Tək tərəfli bir oyun nümayişi olunur. Sol cana doğru ötürmə Hüseyin. Qapı qarşılatma. Boşluq zərbə. Türkel. Gol olmadı. Yox. Həmkarım Fərid də hər hücumun qol olduğunu artıq izləyir, nümayiş edir. Qol olmayan da özü təəccüblənir. Çox gözəl vurğuladınız Məhəmməd bəy. Hüseyin topladı. Ötürmə, etmək olar. Xambala ötürməsini verdi. Rövşən. Qapı qarşılatma zərbə. Toxunuş var idi Coşqundan. Qapı xəttindən top meydanı tərk edir. Odan komandaya bir dənə Sezar Büşmə. Qarşısını ötürmə. İltizam qapıçı. Toxunur topa. Bu dəfə də top qapı xəttindən meydanı tərk edir. Qapçı deyil, Laydi vardı. Təbrik başına verin Rəcan. Olar mı? Zərbə indirmək olardı. İmkan yaramır. Müdafiəçilərə imkan vermir. İltizam topladı. Götürməsini verdi Oqtay. Yenidən İltizam. Hüseyin götürməsini verdi. Qapıya zərbə. Qapı dirəyi.
Dönən top. Coşqunun zərbəsi İltizam. İltizamdır ki, qapıda. Hələ ki, səhv etməyib bu. Top buraxmağına baxmayaraq. Demək olar ki, səhvsiz bir oyunu nümayiş elətdirir. Və qol! Türkiye. Hesab 6-1 oldu. Türkiye poker edir. 4-cü topunu rəqibin qapısından keçirdi. İndi Rövşə. Götürmə qapı qarşısına. Yarışa düz, pek verirsən. PK eləyəcəm. Coşqun topladı, ötürməsini verdi Rüfət. Yenidən Coşqun. Türkiye istiqamətini ötürmə keçmir Elvindən. Bombardiriyə doğru gedir Türkiye. Hal-hazırda. Ötürməsini verdi. Və qapıdan zərbə olacaq. Güzel doğru ötürmə. İsmət. Akrobatik bir zərbə indir. Ötürməsi. Dağlara daşlara ıslanır. Bəhrəm topladı. Ötürməsi ünvansız aldı. Qapı qarşısına. Bak arkadaşa bak. Geldi. Elvin topladı. Bizimle yeni daxil olan oyuncu var. Rövşən. Mesini verdi. Türkiye. Aşırmaz zərbə. Yaxşı düşünmüşdü. Top qapının üzərinə meydanı tərk eləmiş oldu. Elvin ötürməsini verdi. Kimə idi bu? Ötürmə. Güc deyəcəksin. Tıklayın bəyənin sonra. Spama düşüb eləsin. Mərkəzə doğru ötürmə Bəhrəm. Sağ zənətlə Hüseyin. Hüseyin topladı. Ötürməsi. Ramiz. Ötürməsini verdi Rövşən. İndi Ramizi düşürdü. Qapıya zərbə indirmək olar. Olacaqda Bəhrəm. Hərəkətli idi. İltizam vaxtında mövqeyini tərk edir. Qapıya zərbə Türkəldən. İndi İsmət topladı. Götürməsi verir. Hüseyin ötürməsini verdi Bəhrəm. İltizam yenə də mükəmməl toxunuşlar edir topla. Coşqun. Qapı qarşısına ötürmə. Hüseyin. Ötürməsini verdi. Qapıya zərbə və qol. Yenə də Türkiye. Rəqib qapısına yol tapdı. Hesab 7-1 olur. Türkiye artıq 5-ci topunu torlara göndərdi. İsmət. Qapıya zərbə. Qapıcı çətinlik çəkmir.
Qapı qarşısını ötürmə. İltizamın əlləri arasında qalır top. İndi Rövşən topladı. Özü irəliyir. Çinçi ilə mübarizədə Ramal qalib ayrılan tərəf oldu. Liders komandası yan xəttdən top hərəkətliyi qazandırmalıdır. Rövşən qapı qarşısını ötürmə. İltizam. Qapıya zərbə. Toxunuş yox idi. Hakim bildirir ki, toxunuş var idi. Güncdən zərbəni yerinə yetirəcəklər. Bəhrəm qapıya zərbə. Qapının üzərindən top meydanı tərk edir. Qapçı, topu qoy bax. Tirilər yenə də topu. Şehit. Qapı qarşısını ötürmə. Qapıya zərbə Bəhrəmdən. Ya doğru ötürmə. Sinəsini saxlaya bilmir. İsmət. Türkel. Ötürməsinə verdi mərkəzə. Rüfət. Türkel imkan vermir Ramiz topu qapıya yollanmağına. İsmət düz qapısını nişan aldı. İlk hissənin yekunlaşmağına bir dəqiqədən biraz çox vaxt qalıb. Türkiyə topladı qapı qarşısını ötürmə. Şeyin. Sıyrıldı rəqiblərindən. Ötürməsini də verdi. Bəhrəm. Qapıya zərbə. Türkiyə imkan vermir. Top yan xəttə yollandı. Axırıncı dəqiqə. Uzaqlaşdırırlar topu Ramal. Ötürmədə səhvə yol verdi. Hayda qapaq, hayda qapaq. Girir topu. İndi Bəhrəm qapı qarşısını ötürmə. Hüseyin. Türkiyə başlı zərbə. Top qapının üzərindən mövqeyini tərk edir. Qayda pozulur və hakim ilk hissəni yekunlaşdırır. Komandalar fasiləyə yollanır. İkinci hissə start götürdü. Qeyd edək ki, hesab 7-1'dir. Kobra komandası 7, Liders komandası 1. İndi Hüseyin. Dələ sıyrılır rəqibindən Adil. Tabanla zərbə indirmək istirdi Türkiyə. Baş tutmur istəyi. Türkiyə qapı qarşısını ötürməyə Oktay uzaqlaşdırır topu. Rövşən qapıya zərbə. Bütün zərbələri Lidersin oyuncularının hamısı qapısının üstünə tuş gəlir. Qapıya zərbə Elvindən. İsmət. Ne eləmək istəyir? Şeyin götürməsi verdi Adil. Qapı qarşısına götürmək keçmir. Ramizdən.
şərh etməyə, bir mövzu tapmaq qeyri-mümkündür. Rövşən top olur. Ötürməsini verdi. Elvi və gol! Hesab 7-2 olur. Hesab arasındakı fərq bir qədər azalır. Nə qədər də azalsa onsuz qalib bəllidir artıq. Meydana daxil olanlar qapıya zərbə edilirlər. Hüseyin topladı. Adil ötürməsini verdi. İkincisindən zərbə. Ay Sadəddin, təzə gələnin adı nədir? Ramal. Əngeliyə qapçı ilə oynayırlar və gol! Avtogol qeydə alınır. Qapçının ayaqları rəsmi top. Qapıya daxil oldu. Türkiye bu ərəfədə 8-ci topu rəqib qapısından keçirdir. 10 saniyə gol vurarlar. Bir səbirli ol da, nə olub? Allah insaf versin. Sona qədər də mübarizə aparır. Türkiye 6-cı topuydu. Rəqibin qapısına keçirdi. Bilmədin toplayıcı toxunuşları qapıya zərbə. Ramal topladı. Ötürməsini verdi Adil. Qapıya zərbə və gol! Hesab 9-3 olur Adilin qolundan sonra. Heç yazıqları gəlmir. Mərkəzə Coşqun. Qapı qarşı ötürmə və gol! Türkiye. Hesabı 13 oldu. 10 goldan 7'sinin müəllifi Türkiye'dir. Qaldığı yerdən davam edir. Yerin qarışdırıb Allah bilmir hansı tərəfdə oynayır, hansı tərəfdə olar. İndi Adil topladı. Qapıya zərbə, top-torları yandan silkələdi. Və gol! Coşqun!
Hesab 11-3 olur. Qapı ötürmə. Rövşən qapıya zərbə endirmişdi. Qapıcı bu dəfə də qapısında keçilməzdi Cəlal. Coşqun topladı. Qapı qarşısına ötürmə Türkiye. Son anda ayaq qoya bilmir. Qapıcı dəyişib. Hüseyin Cəlalın birindədir. Qapıya zərbə və gol. Türkiye bu dəfə də rəqibin qapısına yol tapdı. Çox insafsız davranır lidersə qarşı Türkiye 9-cu topudur səhv etməmsə. Ya 9 ya 8 sayını unutmuşam artıq. Qapıya zərbə, qapı dirəyi Hüseynə. Hər yerdən, hər nöqtədən qapını düzgün yoxlayırlar demək olar. Qapı qarşısına ötürmə, Bəhrəm. Ötürmə etmək olar. Türkiye var. Türkiye düşünmək olar. Qapıya zərbə və gol. Hesab neçədir artıq mən də bilmirəm. 13-3 vurdular. İndi Bəhrəm aşırılmaz zərbə indirmək istəyirdi. İltizam imkan vermir. Ramal topladı. Adil qapıya zərbə və gol. Və gol. Start fiti veriləndən 3 saniyə sonra Adil növbəti topu qapıdan keçirdi. 2 dənə gol düşməydi sana. 3 saniyə gol vurarlar. Adil topladı. Qapı qarşısına ötürmə. O təfşir. Ramal. Adil. Türkiye ve gol. Hesab 16-3 olur. Akrobatik zərbə indirmək istəyir. Türkiye bu dəfə qismət olmur. Növbəti səfərlərdə əminəm ki yol tapa bilər rəqib qapısına. O gol olaydı kəsib paylaşardım. Qəşəng getmişdi. Biraz doğru ötürmə. Türkiye! Biraz aşağıdan top geçsəydi gol olacaqdı bu dəfə də. Qapıya zərbə, qapı dirəyi bu dəfə də. Türkiye sakitcə ovunu gözləyir.
Bəli. Daha değil. Ve gol! Aksiler Allah. Hesab 17 üstü. Ülfət. Türkçel var. Qapıya zərbə və gol. Rekorda doğru gedirlər. Dobra, qapıya zərbə, qapısı uzanıb orada istirahətdədir. Su edirsən onu teyfə. Day. Bitirdi topu. Oldu. Türkçel imkan vermir Akşin. Hadi. Qapıya zərbə Akşin imkan vermir. Dönən top. Türkçel. Başla az qal vaxtda. Qapçı başla qapçı. Türkçel ötürməsini verdi. Küncdən zərbə. Coşqun Türkçel. Ona da çatırdı. Qapıya zərbə və gol! Bəhrət! Hesab 23 olur. Ramal topu. Ötürməsin bir daha deyil. Qarşısına ötürmə. İmkan vermir. Geçsin oyuncuları və gol! Türkiye. Hesab 21-3 olur. Yo 21'di. Sayıya vurmayıblar. Hələ çox vurublar. Mən ikisini ən azından qaçırdıblar. Boşaldı imkan olsun. Ama bir de buradan benim İndi Bəhrəm. Ramal. Ve gol! Türkiye. Hesap 22-3 olur. Qapıya zərbə. Ya orada birini kəm yazıb. Kəmdir orada biri. 22'dir. Kəmdir. 22'dir. Yazmadı da birinin dalbadal oldu, yazmadı. Ya üsbət edəmədi. Mən baxdım ki, elə 19'lu gol oldu, sonra yenə 19 qaldı. Türkiye önü boşdu. Qapıya zərbə və gol! Bu onun 12-ci topuydu.
Bəhrəm və gol. Qurtarmır bu. Hakim qarşılaşmanı bitirdi. Bundan sonraki oyunlarda uğurla.